Herkese salam uşaqlar, necəsiz, yaxşı olarsınız? Uzun zamandır video çəkmirəm, artıq mən qayıtdım. Bəziləriniz elə bilərsiniz ki, YouTube'u bıraktım. Xeyr uşaqlar, artıq mən qayıtdım. Və əlimdən gələn qədər videolar paylaşacağım. Bugün sizlərlə birlikdə nə videosu çəkəcəyik, indi görəsiniz. Gördüyünüz bu telefon uşaqlar Samsung'un, yəni bəlkə ən köhnə telefonudur. Bunda isə uşaqlar PUBG Mobile yükləyib PUBG qaçsam görək necə qaçır, necə FPS atır. Uşaqlar, bu telefon mənim deyil, bu telefon bacımındır. İndi isə baxaq görək qolaca. Yəni indidən deyir ki, yəni bunları silin. İndi neyini uşaqlar, gedək PUBG Lite yükləyək. Görək PUBG Lite-da yüklənəcək. İndi isə PUBG Lite tapdım, quraşdıraq, görək quraşdıracaq. Oha, bunda da deyir. Bunda çalması az değil. Ve gördüğünüz kimi uşaqlar neyniyim? Yani bu telefon demək olar ki, bu telefona PUBG yüklənmir. Bilmirəm, bu bir də neçə gigabaytdır? Bir dənə yorumlara yazarsınız da bu neçə gigabaytdır? Və mən də bacımın yüklədiyi Partycraft, yəni bəziləriniz bilərsiniz, bəlkə də indi o həmin oyunu göstərəcəm və o oyundan oynayacağıq. Görək necə oyundur. Həm də bu telefon görək həmin oyunda donur yoxsa donmur. Həmin göstərdiyim oyuna indi giririk. Onun açılsın, videonu başlatacağım. Gördüyünüz kimi uşaqlar oyun girdi. Görək bacım yenə ki şeylər daldırıb. Oyun yani arada donup eləyiblər. Maşın sürək necə oyunda. Donur uşaqlar. Gördüyünüz kimi donur. Neyse uşaqlar, həmin dediyim oyuna da girdim. Gördüm ki, yani onda belə donur. Yani buna PUBG yüklərsən azal başı 15 FPS'den aşağı atabilir çünkü Partycraft'da da donur bir şey ki bu oyun. Bir de bu telefon neçə gigabaytdır? Yorumlarda yazmağı unutmayın. Sağ olun, salamat qalın.